sizin ondan aranızda bir gərginliyiniz olub. Bu xüsusilə Elmlər Akademiyasındakı vəzifəsindən uzaqlaşdırılmaq. Yox, uzaqlaşdırılmasına bağlı yox. Onun pandemiya dövründə ki, bu toyların keçirilməsi qadağan idi. Belə olan vəziyyətdə o deməli öz nəvəsindən toy etməsi ilə bağlı məsələyə mən ideoloji sahədəyəm Yeni Azərbaycan Partiyasında. Bu kimi məsələ təbii ki, mən mövqe bildirməliyəm, mənim də öz rəy bildirməliyəm. O zaman orada da olub və daha sonra bu Elmlər Akademiyasının uzaqlaşdırılması məsələsində də bir çox deputatların adını çəkdi ki, bunları məhkəməyə yox, mən elə onu deyirəm də, mənim onunla bağlı fikirlərim həmin vaxtı qanunu pozub toy etməsi ilə bağlı məsələ idi və mövqeyim də belə idi ki, heç kim qanunun fövqündə dayana bilməz. Qanun hamı qanun qarşısında deməli məsuliyyət daşıyır və bu baxımdan hansı vəzifəni tutmağından asılı olmayaraq heç kimin xüsusi səlahiyyəti yoxdur. Bunları söyləmişdim və bəli, mənim də o zamanlarda bir 15 nəfərə qədər insanı məhkəməyə verəcəyini hədələmişdi və mən də o siyahıda idim. Ancaq mən o faktı, mən ümumiyyətlə nitqimdə, danışığımda o şeyləri söyləyirəm ki, sabah məni birdən məhkəməyə verəndə mən yenə də öz mövqeyimi dəyişməyim. Məsələn, toyla bağlı məsələlər, məlumdur, faktlar var, argumentlər var, bütün görüntülər var və mən onu deyirdim. Ondan uzağa gedən bir fikrim yox idi.